Bu ilin ilk 3 ay ərzində dövlət büdcəsinin gəlirləri 9 milyard 599 milyon manat təşkil edib. Bu da proqnozu 458 milyon manatdan çox və ya 5% üstələyib. Milli Məclisin deputatı Azər Badamovun sözlərinə görə sözügedən artımın səbəbi bir neçə amillə əlaqədardır. Birincisi vergi yığımları çox olub, yəni 2,2% vergi yığımlarında artım olub birinci rübdə. İkincisi isə gömrük rüsumlarında 1,5% artım var və vergi və gömrük rüsumlarındakı artımın olması büdcə gəlirlərin proqnozdan daha çox yığılmasına əsas yaradıb. Büdcənin xərclərində isə birinci rübdə azalma müşahidə olunub. Hardasa proqnozda 8 milyard manat birinci rübdə xərclər nəzərdə tutulmuşdursa, icra vəziyyəti isə 7,8 milyarddır. Bu da proqnozdan 2,5% az icra olunması deməkdir. Millət vəkili həmçinin bildirdi ki, büdcə gəlirlərinin artmasında Dövlət Neft Fondunun da önəmli rolu var. Biz bilirik ki, dünya bazarlarında enerji resurslarının qiymətləri artır və bu da enerji resurslarının qiymətinin artması neft istehsal edən, qaz istehsal edən ölkələrin gəlirlərinin də artmasına öz təsirini göstərir. O cümlədən Azərbaycan da neft və qaz ixrac edən ölkə olduğundan Dövlət Neft Fonduna gələn gəlirlər də yəni bu sahədən artmaqdadır və bu da ilin sonuna qədər büdcə gəlirlərində icra olunmasında və daha da artımla yekunlaşdırılmağında bir çətinliyin olmadığını göstərir. İqtisadçı Xalid Kərimli bildirib ki, dövlət büdcəsinin gəlirlərinin artması ümumi maliyyə sabitliyi üçün müsbət qiymətləndirilir. Sosial layihələrin, sosial ödənişlərin həyata keçirilməsində çətinlik olmur. Dövlət nəzərdə tutduğu sosial belə deyək, xərcləmələri rahat həyata keçirilir. Bundan başqa da infrastruktur layihələrinin, investisiyaların, iqtisadiyyat yatırımlarının daha rahat şəkildə həyata keçirilməsinə imkan yaradır. Ekspertlər hesab edir ki, artım dinamikası bu şəkildə davam edərsə, ilin sonunda dövlət büdcəsində profit yarana bilər ki, bu da büdcə kəsirinin azaldılmasına əlavə şərait yaradacaq.